Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə tənək yarpağının qışa saxlanılması haqqında faydalı, gözəl bir video bölüşürəm. İlk öncə yarpaqların saplaq hissəsini təmizlədim və geniş bir qaba gördüyünüz qayda ilə yığdım. Belə hazırlayıb bankaya yığan zaman iş daha rahat, daha asan olur. 3-4 ədəd yarpaqdan alaraq 2 dəfə qatlayıb bankaya yığıram. İstədiyiniz böyüklükdə bankadan istifadə edə bilərsiniz. Qeyd etdiyim kimi mən saplağını təmizlədikdən sonra yarpaqları bankaya yığıram. Siz saplaqlı formada da saxlaya bilərsiniz. Saplaqlı yaxud saplaqsız fərq etmir. Hər iki formada, yəni çox gözəl şəkildə yarpaqlar qalacaqdır. Bir sözlə mən tənək yarpağını hansı üsulla qışa saxlayıramsa saxlayım, saplağını təmizlədikdən sonra hazırlayıram. Mənim fikrimcə saplağını təmizləyib bankaya yığdıqda işlədən zaman daha rahat, daha asan olur. Yarpaqları bankanın içərisinə yerləşdirdikdən sonra üzərindən ara-ara bastırırıq. O zaman banka daha tutumlu olur. Eyni qayda ilə geri qalan tənək yarpaqlarını da bankalara yerləşdiririk. 3 banka alındı. Mən bugün duzlu suda tənək yarpağının hazırlanması haqqında sizinlə video bölüşürəm. Əgər gözəl tənək yarpaqları saxlamaq istəyirsinizsə, siz də bu üsuldan istifadə edə bilərsiniz. Hər hansı bir çöpdən yaxud mənim kimi çöp şişdən istifadə edərək üzərindən bastırırsınız. Üzərinə bir xörək qaşığı yarım duz əlavə edirik. Ən sonda isə bankalara çaynikdən qaynar su əlavə edirik. Suyu bir dəfə əlavə etdikdən sonra dərhal qapağını bağlamırıq. Banka tam dolduğuna görə su həmin yarpaqların arasına tam keçməlidir. Ardından yenə də üzərinə su əlavə edirik. Bu ünvanla bankanı tam ağzına qədər su ilə doldurmalıyıq. Əgər banka tam dolmazsa, o zaman yarpaqlar xarab ola bilər. Eyni qayda ilə hər bir bankanı sona qədər su ilə doldurduq. Artıq hazırdır. İsti-isti bankanın qapağını möhkəm bağlayırıq. Əgər xarab olmadan uzun müddətli tənək yarpaqlarını saxlamaq istəyirsinizsə, qapağını möhkəm bağlamalısınız. Yaxşı qapağını bağlayırıq, əlimizlə yoxlayırıq. Əgər əlimizə su gəlmirsə, deməli qapağı yaxşı bağlanıbdır. Bir dəfə gördüyünüz qayda ilə əlimizdə yuvarlayıb, qaranlıq, sərin yerdə neçə il istəsəniz o qədər saxlaya bilərsiniz. Dəyərli izləyicilərim, bugün sizinlə uzun müddətli, xarab olmadan gözəl tənək yarpağının saxlanması haqqında video bölüşdüm. İnanıram sizlərə faydalı, yararlı bir video oldu. Əgər video sizlərə faydalı olarsa, videonu bəyənib kanala abunə olmağı və şərh bölümündə fikirlərinizi qeyd etməyi unutmayın. Hələlik.